Cənab Donald J. Trump, Amerika Birləşmiş Ştatlarının prezidenti. Dərin hörmətlə. Biz, Güney Azərbaycan xalqının səsi adından, xüsusilə bu millətin gənc nəslini təmsil edərək, ümid dolu qəlblərlə bu məktubu zat-ı alinizə təqdim edirik. Məqsədimiz, bir əsrdən artıqdır ki, Fars mərkəzli və diktator rejimlərin, əvvəl Pəhləvi monarxiyası, daha sonra isə İran İslam Respublikası dövründə, əsas hüquqlarından sistemli şəkildə məhrum edilmiş bir millətin legitim tələblərinə və dinc mübarizəsinə diqqətinizi cəlb etməkdir. Məlum olduğu kimi, Güney Azərbaycanda və öz tarixi ata-baba torpaqlarında yaşayan təxminən 30 milyon azərbaycanlı, zəngin tarixi, dili və mədəni kimliyə malikdir. Son 100 ildən artıq müddətdə Azərbaycan xalqı öz siyasi və milli iradəsinə zidd olaraq İranın siyasi coğrafiyası daxilində kimliyin inkarı, ana dilində təhsilin qadağan edilməsi, struktural ayrı-seçkilik, siyasi repressiyalar və təbii sərvətlərin ədalətsiz istismarı ilə üzləşmişdir. İranda mövcud olan idarə etmə və dövlət strukturu elə formalaşdırılıb ki, hətta rejim və ya siyasi hakimiyyət tərkibi dəyişsə belə, bu ədalətsizliklər davam edəcəkdir. Bu vəziyyət, beynəlxalq hüququn əsas prinsiplərinin, insan hüquqları üzrə dövlət öhdəliklərinin və xalqların öz müqəddəratını təyin etmə hüququnun açıq şəkildə pozulmasıdır. Güney Azərbaycanın yeni nəsli, azad xalqların, o cümlədən Amerika xalqının müstəqillik, azadlıq və hüququn aliliyi uğrunda apardığı tarixi mübarizələrdən ilham alaraq, dinc yollarla öz müqəddəratını təyin etmək və Güney Azərbaycanda müasir, demokratik bir cümhuriyyət qurmaq tələbini irəli sürür. Bu cümhuriyyət, hüququn aliliyi, siyasi pluralizm və insan hüquqlarına tam hörmət prinsipləri üzərində qurulmalıdır. Biz, Güney Azərbaycan Cümhuriyyətçiləri, tarixi təcrübələrə əsaslanaraq qəti şəkildə inanırıq ki, ədalətli bir nizama, regional stabilliyə və insan ləyaqətinin qorunmasına aparan yeganə yol, zülm altında olan xalqların hüquqlarını təmin edən yoldur. Bu məsələ, İran adlanan coğrafiyada əhalinin yarıdan çoxunu təşkil edən və uzun illərdir azadlıq uğrunda mübarizə aparan qeyri-fars xalqlar üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan xalqı yaxşı anlayır ki, İran müxalifəti daxilində özünü demokratik kimi təqdim edən bəzi cəryanlar, dövlət strukturunun real və əsaslı islahatı üçün nə aydın proqramlara, nə də yetərli potensiala malikdir. Bu cəryanlar praktikada qeyri-demokratik strukturların yenidən istehsalına, regional qeyri-stabilliyə, zorakılığa, terrora və daxili qarşıdurmalara zəmin yarada bilərlər. Beynəlxalq ictimaiyyətin zülm altında olan xalqların legitim tələblərinə ağıllı və məsuliyyətli yanaşması, həmçinin Fars mərkəzli və inhisarçı modellərin təkrar istehsalından çəkinməsi, regionda stabil, ədalətli və dinc bir gələcəyin formalaşmasında həlledici rol oynayır. Biz inanırıq ki, zat-ı aliniz kimi uzaq görən və təsirli liderlər, bu reallıqları düzgün dəyərləndirərək, azadlıq, ədalət və bərabərlik prinsipləri üzərində qurulan bir yanaşmayla regionun gələcək taleyinə qalıcı təsir göstərə bilərlər. Azərbaycan xalqı, Amerika xalqının dostu və regional sülh və stabilliyin təşviqində tərəfdaş olaraq 10 illərdə apardığı dinc mübarizənin, digər zülm altında olan xalqlarla birlikdə azadlıq, insan ləyaqəti və davamlı sülh yolunda beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə nəzərdən keçirilməsini gözləyir. Ümid edirik ki, Güney Azərbaycan xalqının səsi, zat-ı aliniz və beynəlxalq ictimaiyyət tərəfindən eşidiləcək və bu millətin əsas hüquqlarının müdafiəsi demokratik ölkələrin xarici siyasət gözləntisində layiqli yer tutacaqdır. Hörmətlə, Güney Azərbaycan Cümhuriyyət Partiyası.